Hörmətli cənab prezident, hörmətli qonaqlar, xanımlar və cənablar. İlk növbədə cənab prezident sizi bir daha səmiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmişsiniz. Mən şadam ki, bizim aramızda siyasi diyaloq müntəzəm olaraq aparılır. Keçən ilin aprel ayında mən Berlində səfərdə olarkən sizinlə görüşmüşdüm. Və şadam ki, mənim dəvətimi qəbul edib, siz Azərbaycana rəsmi səfərə gəlmişsiniz. Söhbət əsnasında həm təkbətək görüşdə, həm nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən 3 dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə biz öz ticarət dövriyyəmizin şaheləndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq. Xüsusilə bərpa olunan enerji sahəsində hardakı Almaniya şirkətlərinin çox böyük təcrübəsi var. Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpa olunan enerji növlərinin istehsal gücünü 6 gigavata çatdırmaq fikrindəyik və bu tam realdır və bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir. Keçən il bildiyiniz kimi Azərbaycan COP29 beynəlxalq iqlim konferansına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir. 197 ölkəni təmsil edən iştirakçılar və böyük uğurlu nəticələrlə zəngin idi bu konferans. Yeganə iştirak etməyən ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə ki, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konferansı boykot etməsi başa düşülən deyildi. Bugün bu məsələdə müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır. Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. 1 milyon Azərbaycanlı erməni aqressiyasına görə evsiz, eşiksiz qalmışdır. Və torpaqlarımızın təxminən 20%-i işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Və məhz bu tarixi zəfərimiz sülh danışıqlarına yol açmışdır. Və hesab edirəm ki, bugün Azərbaycan və Ermənistan sülhün əldə edilməsində kifayət qədər bir-birinə onların mövqeləri yaxınlaşmışdır. Eyni zamanda digər beynəlxalq məsələlər bugün müzakirə edildi. O cümlədən Amerika, Avropa İttifaqı gərginliyi, Rusiya, Qərb gərginliyi, bütün bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və səmimi fikir mübadiləsi aparmaq mənim üçün çox önəmlidir. Bir daha demək istəyirəm ki, bu səfərin əminəm ki, çox müsbət nəticələri olacaqdır.
İki tərəfli münasibətlərimizin tarixində bu Almanya prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir. Bir daha xoş gəlmişsiniz. Hörmətli həmkarım, cənab prezident, səmimi dəvətə görə dərin təşəkkürümü bildirir, bütün Alman nümayəndə heyətinin adından göstərilmiş qonaqpərvərliyə görə təşəkkür edirəm. Çox ürəyimizcə oldu. Siz qeyd etdiniz ki, Azərbaycanda birinci dəfə deyiləm, lakin bu vəzifədə ilk dəfədir ki, gəlirəm. Prezident kimi ilk dəfədir ölkənizdə səfərdəyəm. Əvvəllər Azərbaycanda dəfələrlə olmuşam, amma axırıncı dəfə 2016-cı ildə səfər etmişdim və artıq 9 il keçir. Hazırda dünyada vəziyyət çox sürətlə dəyişir və geosiyasi baxımdan 9 il ərzində o qədər dəyişikliklər olub ki, 2016-cı ildə ölkənizə səfərim mənə artıq uzaq keçmiş kimi görünür. Şadam ki, bugün yenidən gəlib görüşdük və çox geniş fikir mübadiləsi apara bildik. Əslində, həmişə bu mübadiləni aparmışıq. Bakıda olmasa da başqa yerlərdə görüşmüşük. Telefonla söhbət etmişik. Münhen Təhlükəsizlik konferansında görüşmüşük. Eləcə də sizin Berlinə səfərinizi yaxşı xatırlayıram. Keçən ilki görüşdə müzakirə apardıq və bugün şadam ki, səfərinizə cavab olaraq ölkənizdəyəm. Cənab prezident, biz ölkələrimiz arasındakı münasibətlərin tarixi haqqında danışmışıq. Əvvəla, Şvabiyalı kəndlilərin burada, Azərbaycanda məskunlaşmasını, şərabçılıq ənənələrinin yaratmasını xatırlaya bilərik. Onlar kənd təsərrüfatının inkişafında iştirak ediblər. Əlbəttə, sənayeləşmədə də onların xeyli iştirakı olub. Alman təşkilatları, böyük şirkətlər sənayinin inkişafında, misin çıxarılmasında, elektrik enerji şəbəkəsinin qurulmasında iştirak ediblər. Bir çox Almanlar Azərbaycanda yaşayıblar. Bunu ona görə xatırladıram ki, münasibətlərimizin uzun keçmişini, Almanya ilə Azərbaycan arasında bu münasibətlərin çoxdan mövcud olduğunu bilmək vacibdir. Çox məmnunam ki, Azərbaycanda Alman dilinə və Almaniyada təhsilə böyük maraq var. Azərbaycan gəncləri Almaniyada təhsil almağa böyük maraq göstərirlər. Və hesab edirəm ki, biz məhz elmi əməkdaşlıq sahəsində əlaqələrimizi genişləndirməliyik. Bu cür mübadilədən olduqca məmnunam. Şadam ki, bir-birimizlə həmişə açıq danışa bilmişik. Həm ümumi fikrimiz olduğu mövzularda, həm mövqeyimiz fərqləndiyi məsələlərdə səmimi danışa bilmişik. Hər iki tərəf geniş söhbətlər əsnasında bir-biri ilə açıq danışıb, söhbətlər aparıb. Hazırda çox sürətli və dramatik dəyişikliklərlə səciyyələnən dünyada yaşayırıq. Cənab prezident, siz ölkələrimizi birləşdirən meyarları artıq qeyd etdiniz. Beynəlxalq hüququn qorunması, dünyanın tənzimlənən əsaslarla inkişaf etməsində marağımız da bizi birləşdirir və biz gələcək nəsillərə də düzənsiz dünyanı qoyub getmək istəmirik. Biz həmçinin strateji mövzular ətrafında fikir mübadiləsi apardıq. Eyni zamanda iqtisadi əməkdaşlıq perspektivlərimizi müzakirə etdik. Siz artıq bir neçə meyarı qeyd etdiniz. Bununla belə 2022-ci ildə Azərbaycan Almaniyada böyük rol oynayıb. Rusiyadan aldığımız qaz təchizatında dayanma baş verdiyi zaman Azərbaycan üzərinə böyük məsuliyyət götürdü. Və mən buna görə sizə çox təşəkkür edirəm. Sizin sözlərinizdən elə başa düşdüm ki, burada qaz ilə yanaşı infrastrukturun genişləndirilməsinə də ehtiyac var. Beləliklə, infrastrukturun yaxşılaşdırılması üzərində Avropada işləməliyik, çünki o hələ də kifayət həcmdə deyil. Bir sözlə, bu görüşdən sonra yeni ev tapşırıqlarımız olacaq. Çox şadam ki, Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib və buradan olduqca vacib ticarət yolları keçir. Öz növbəsində həmin amil
dünyanın birləşməsinə əsas ola bilər. Biz iqtisadi, ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənubi, Qərbi Asiya və Çin ilə Almaniyanın ticarət əlaqələrində ölkənizin rolu var. Bilirik ki, hazırki mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar isə üstəgəl orta dəhlizin rolu Alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və gələcəkdə daha maraqlı olacaq. Son illərdə cərəyan etmiş hadisələrdən sonra Cənubi Qafqaz regionunuz daha sabit bölgəyə çevriləcək. Bununla mən, cənab prezident, sizin toxunduğunuz bir məsələyə də münasibət bildirmək istəyirəm. Siz qonşu Ermənistanla sülh münasibətləri haqqında danışdınız. Sülh prosesinin çox böyük əhəmiyyəti var. Kənardan müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, bu bizə böyük təəssürat bağışlayır. Yəni, son bir il ərzində çox böyük addımlar atılıb, çox böyük irəliləyişlər olub. Hər iki tərəfə bu münasibətlə təbrik edirəm. Artıq anlaşma yaranıb. Martın 13-də sülh müqaviləsinin mətninin razılaşdırılması barədə bəyanat verildi. Bugün səhər həmin müqavilə haqqında danışanda cənab prezidentə bildirdim ki, bu anlaşma ilə ümid doğuran önəmli bir an yaranıb. Bu razılaşma əldə olunduğuna görə ümidvaram ki, vəziyyət daha da inkişaf edəcək və ondan istifadə edərək tezliklə sülh müqaviləsinin imzalanmasına gəlib çıxacaqsınız. Nəhayət, sizin regionunuzda əsl və davamlı sülh yaranacaq. Mən buna çox böyük ümid bəsləyirəm və sizi həmin anı əldən buraxmamağa çağırıram. Bütün çətinliklərə və maneələrə baxmayaraq bu yol qət edilib, xeyli addımlar atılıb və sona qədər getmək lazımdır. Bununla belə təbii olaraq kompromislər üçün cəsarət, siyasi iradə lazımdır. Nəticədə siyasi müqavilə həqiqətən həyata keçə bilər və qüvvəyə minər. Ümid edirəm ki, hər şey alınacaq və biz həmçinin kənardan bacardığımız qədər və necə mümkündürsə öz dəstəyimizi verəcəyik. Çox sağ olun.